Gilasa əl vurmuruq biz, çünki gilas tez xarab olanda deyə. Ona görə işçilərin özləri yığırlar, verirlər. Dadına baxdın, dəqiq. 5 manat. Çeyrek manat. Qəşəngdir 2 manata. İsimlər uşaqlar. Keçən səfər verdiyin çiyələk qəşəng idi. Mürəbbəsi də çox qəşəng çıxdı. Yaxşı seçdin. Pişirməyə bəsdir. 6 bank eləmişəm də. Girmişik bazara. Pomidor, xiyar falan belə badlıcan aldıq. Sağ ol, xanım. Və bazarla buranın qiymətinin fərqində həqiqətən də görürük. Dala, arkaya geç kızım. Ha. Gel yaxın. Belə keç bir damcı. Üzün, hə, hə. Niyə qəşəng? Bax, bu Gürcü rəqsin paltarıdır. Özünüz görmüsünüz Zeynəb. Heç istəmir. Deyir ki, ana bu nədir? Bakar çok şirin.
Adına qayraq qızım, bəs bu paltarın geyimi budur da. Var əllərimiz yapışıq olardı. Hara yapışardınız? İspandı. Gör, bak belə eləyəndə də çox balaca olur. İspandı balam. Ama ana düzdür, bu ispan şey deyil. Belə Gəl bura, niyə ağlayırsan? Ay Allah kövrək bala. Gel o şeylə giyin, göstər. Ana ben de bizim ispanda. Deməli Zeynəb hansı paltarda? Ələddin paltarında. Baxın Hilal qızlar. oldum bugün de. Her şeyde bir şey oldu. Bu gün də hilal oldu. İndi də hilaldır. Bu gün deyəndə. Nəysə qızlar, bunlar da bu da bir rəqsin bir paltarıdır. Amma özünüz rəqs eləyərkən görəcəksiniz Zeynəbin nə oyunlar çıxartdığını. Ən çox sevdiyi paltarlar üçün ən çox nəyi sevdin Zəzi? Ben geçen bunu sevdim. Onu sev. Ən zəhləsi gedən də qara paltarı idi bəyək paylaşdığım. Hər nəysə qızlar. İnanırsınız bax paltarlar bax bura qoymuşam ütü paltarlar və Zeynəbin rəqs paltarları. Sonra burada da kostyumları var. Mavi, roz və bu paltarlar da ütülənəsidir. Soyunucu. Deməli qızlar Zeynəbin rəqs paltarlarını ütüləyirəm. Bu gürcü rəqsinin paltarıdır. Yəni yubqasıdır bəyək əynində gördüyünüz. Və burada da Ələddinin paltarları, belə deyəndə qızlar, valideynlər gülürlər. Ələddin paltarı. Bu arada da sizdə də yarpaq bükəndən sonra dırnaqlarınız qaralır. İnansız, dırnağım əməli başlı qaralıb. Hər nəysə bunları ütüləyirəm, bir-bir yığıram. Sərgəli şəkildə sumkaya yığacam. Sonra da sabahda biraz tez durmalıyıq, hazırlaşma, saç, baş, ailəm dəydi bir-birinə. Qızlar, Zeynəbin geyimi hazırdır. Dedim sizin üçün çəkəcəm. Muxtarlı Zeynəb 4 sinif şagirdi və 2022-2026 Allah hamının yolunu açıq eləsin. Mənim balamı da, balalarımı da onların içində inşallah necə deyim, inşallah bu 4-cü sinifin məzununu gördüyüm kimi Allah o günü qismət eləsin. 11-ci sinifi də görüm və Allah o gün də qismət eləsin. İnstitut məzunluğunu da görüm. Allah nəsib eləsin balam. Hər bir qapıları onun üçün açıq olsun. Bütün övladların inşallah. Düzdür, indi hal-hazırda saat 3'ə qalır. 3'ə qalmışa qədər mən onun bütün paltarlarını hazırlardım. Rəqs paltarı olsun və yaxud da və s. Bu geyimlər olsun və bir dəst əlavə paltar ütülədim, hazır elədim, qoydum. Və gecəniz xeyrə qalsın. Qızlar, sabahınız xeyir olsun. Necəsiz? İnşallah yaxşısınız. Sumkamız hazırdır. Burada rahat özümüz üçün ayaqqabıları götürmüşük və burada rəqs paltarlardır və burada Zeynəbə əlavə giyinəcək və burada yeməyidir. Burada da rezin falan qoymuşam. Bir də su qoyacağım bu hissəyə. Sumkamız hazır. Deməli Zeynəb də saçını belə hördüm, sümbül hördüm 2 dənə belə. Amma bu saçlar sonra açılacaq. Bunları da buracam saçlarına. Paltarını da ütüləyib qoymuşam. Deməli qızlar, bir dəqiqə. Deməli qızlar, sizə nədən danışacağım? Biz deməli axşam saat 3'ə qalırdı, mən də 3'ə qalmışa qədər Zeynəbin paltarlarını bitirdim, hazırladım, qoydum. İndi sizə nə danışacağım? Bizim neçə gündür sularımız gəlmir. Biz su əlindən belə yığılmışıq. Evdə bulaşıq, qab-qaşıq bulaşıq. Yəni çox üzürlü sayın ayaq yoluna giriləsi deyil. Yəni su yoxdur ki, mən ayaq yoluna su töküm. Çox üzürlüsün. Yəni üfunətlik tutub da, isti kuxnası olsun, hamam tualeti olsun. Yəni ayaq yolunun qapısını bağlayırsan, kanalizasiyadan belə, hamamın kanalizasiyasından belə vurur. Çünki hamının evi bu vəziyyət təsvir edir, susuz qalmaq nə deməkdir? Bilmirəm, nə bəhanə ilə dedilər ki, su buna görə kəsilib, ona görə kəsilib, belə olub, hamısı bəhanədir. Bunu qoydum bir yerə, yəni bir kənara, türkün məsəli.
Təsəvvür edin ki, ayın 20-sidir, su gəlmir. Ayın 20-si. Yəni 6-cı gün su gəlmir bizə. Mən uşağı çimizdirməliyəm, özüm çimməliyəm, yəni hazırlaşmalıyıq da. Yayın günüdür, evdə hamı yaxalanmaq istəyir. Ay Allah, neynəmə, nəysə bizdə çən çox yekə deyil də. Amma atam gildə çən böyükdür. Nəysə atama zəng elədim ki, ay papa, bəs belə-belə sizə gəlib uşağı çimizdirmək istəyirəm. Dedi ki, hə, okey, gəl çimizdir. Amma bilmirəm, yəni biz də bilmirik ki, biraz ehtiyat edirəm ki, yəni atam gildə su nə qədərdir, nə olsun çən yekədir, bəlkə yarıya qədər dolu, nə bilirik də, hər nəysə. Özləri də su işlədirlər axı, çaya, su yeməyə, nə bilim, işte əl üzünə, məsələn, hər dəfəsində əl yollar, eləyirlər, ayaq yolusu var falan falan. Hər nəysə, biz qaldıq belə, neynəmi, dedim, ay Zeynəb, gəl səni də götürüm, gedək babagilə. Ən azından heç olmasa sən çim, mən də başımı yuyum. Yəni, neçə oldu, bədənim bitər, yola verə bilərəm, bir quruşkan su ilə yola verə bilərəm. Bu arada da Covid düzəltmişəm. Nəysə, biz gecə ilə saat 10-a qədər gözlədik ki, bəlkə su gələr, su gəlmək bilmir də. Axırda Zeynəbi götürdüm. Təsəvvür elə ki, biz həmin günü ailəm qatmışıq bir-birinə. Demək, getmişik bazarlığa. Bazarlıq videosunu da görəcəksiniz. Bazarlığa getdik. Yəni, getdik evə bazarlıq elədik, kənd bazarına getdik, sonra marketlərdən, sonra kənd məhsullar yerindən qatıq falan, bu, aldıq, elədik, gəldik. Ucuz gilas düşdü. Daha Eşən, buradan sənə deyirəm, atam, verdiyin gilasın yarısını attım, qardaş. Onu da nə üçün? Çünki əzilmişlər var idi. Əl vurmaq da olmazdı. Kimsə barmaqlayıb onu, onlar da başlayıblar əziliblər. Yəni, atsam da belə, digər yarısından mürəbbəd eləmək istəyirəm. Bazarlıqdan da gələndə göyərtisidir falandır, olsudur, bulsudur, hamısını tərtəmiz eləyib, mən xaldenki qoyan insan. Qaynanam da bütün göyərtiləri təmizlədi, elədi. Digərlərində mən bazarlıqdan əvvəl şeylərin xaldenikdə polkalarını silirəm, təmizləyəm. Ondan sonra hər şeyi yerləşdirəm ki, hər şey təmiz qalsın da. İnanırsınız, heç nə eləyə bilmirəm də. Uje mənə, bilirsiniz necə, o deyir, əsəbdən belə istilik gəlir. Məsəl üçün bir qab qoyursan, şəffaf belə bir stəkandır. Suyu yavaş-yavaş belə qalxır, daşıra. Bax, uje o vəziyyətə gəlib çatırdıq da, hələ qalxırdı. Nəysə, babam deyir ki, ay qız götür gəl, ay qızım götür gəl. Biz də nə gedəcəyiz? Uşağa suyunu və yaxud da sənə su, biraz su gedəcək. Gəl, var da su baxdı. Nəysə, biz də gəldik. Papamgildə uşağı çimizdirdim, özüm çimdim. Özüm elə-belə yaxalandım da, bir sözün bir quruşqa su ilə də başımı yudum əsas. Nəysə, evə gəlib çatanda sağ olsun valideynin biri bizim paltarımızı, yəni ümumi qızların paltarlarını başqa bir yerdən gediblər, götürüb gəliblər. Götürüb gəliblər. Biz də, necə deyim, evə çatmamış, evə girə bilmirik də bir sözlə. Evə çatmamış, getdik paltarları həmin xanımdan götürdük. Buradan da Çin işimi öpürəm. Çinarəmi, o getdi, gətirdi sağ olsun. Nəysə gəldik. Hələ o axşama çimənə qədər təsəvvür səhər bazarlıq eləmişik, neçə saat. Yəni vaxtımız gedib gəldi, yerləşir elədik. Sonra təzədən zəng gəldi komitemizdən ki, bəs digər rəqs paltarları verilir. Təzədən getdik rəqs paltarlarını, bir saat yarımdan çox bizim vaxtımız getdi. Evə gəldik. Sonra da təzədən suyu gözləyirik, su gəlmir, yeməyi içməyi də düzənməlli eləyə bilmirəm. Allahdan bir gün, 2 gün əvvəlcədən yarpaq dolması bükmüşdüm. Marazilkaya qoymuşdum. Təzəvvür onu çıxartmışam, dedim mən başqa su işlədə bilmərəm, su da yoxdur. Onu çıxartmışam, bir çaydandan su tökmüşəm, onu bişirmişəm ki, yəni biz evdə yoxuq da, bəs digərləri evdədir, ev əhli evdədir də bir sözlə. Nəysə, biz götürdük, dajı, bu dolmanı bükdüm, qoydu, dajı bişirdim, qoydum, beynim qarışır, inanız əsəbdən. Hər nəysə, dolmanı qoydum bişməyə.
dolma özü üçün bişir. Sonra axşam getdik, çimdik, gəldik. Gələndə də digər xanım, yəni valideynlərimizdən zəng elədik ki, paltarları götür. Nəysə, getdim digər rəqsin paltarlarını götürüb, biz prakata ancaq rəqs paltarları götürmüşük. Zeynəbin əynində giyindiyi göy kostyumdur, lentidir, bantikidir, ayaqqabısıdır, çorabıdır, hər şeyini özümüz almışıq. Geyimlərin hamısını özümüz almışıq. Bircə dənə rəqs paltarlarından başqa, yəni rəqs paltarlarını prakata götürür, almaq sərf eləmir. Bir dənə ilə milli, əslində Zeynəbin evdə milli paltarı var, özünüz də görmüsünüz də. Yəni Zeynəbin zaten milli paltarı var, digər paltarları tikdirsə, eləsə bizə sərf eləmir. Sonra onun uşaqları giyinəcək. Məsələ var. Hər nəysə, paltarları da soruşsanız neçəyə almışsınız, neçəyə götürürsünüz prakata. Yəni, məktəbimizin, belə deyək də, bütün məktəbimizə prakat verən xanımdır. O da bütün prakatları biz 15 manat pul vermişdik. Nəysə biz bunu götürdük. Axşam gətirdim, paltarlar çirkin içində. Çünki digər tədbirdən bizə gəlib. Dedim, ay Allah, su yoxdur. Mən nə ilə yum paltarlar? Yəni su dərəcəsinin əsəbi qalxır da. Axırda bir qarışqa, bizə əslində padvalda kanistrlərdə su qoymuşdu. Amma işlədirik də. O su azaldıqca mənim də, belə deyim də, tasam artmağa başlayır da. Yəni tüstüm, əsəbim qalxır da. Nəysə, götürdüm bir-iki quruşqa su, bir stəkanda qaynar su əlavə elədim. O paltarları onun içində yalandan yaxaladım ki, bədəndə olan, paltarda olan tər tökülsün, geçsin ki, mənim uşağım onu rahat giyinə bilsin. Nəysə, onları yudum, sərdim, onlar qurudu paltarlar. Çünki mən giyindirməmi, yumamış paltar giyindirmirəm uşağıma prakat o. Yəni, məcburiyyət belə prakat olanda, ümumiyyətlə çalışıram ki, prakat paltar götürməyim. Ömründə bir dəfədir ki, yəni bircə dəfə Laçından prakat paltar götürdüm. O da tanıdığım adamdan götürdüm. Bilirəm ki, tərtəmiz çiçək kimi eləyir, verir deyə. Ondan götürmüşdüm. O da qardaşımın toyunda. Hər ikisine də götürmüşdüm. Geçen belə Korolevski bir paltar götürmüşdüm. Ondan sonra da bu buraxılışdı. Götürmüşəm. Onda bir müəllimə deyirik də. Hər nəysə. Yəni prakat verir də bütün məktəbin uşaqlarına. Kim istəyir götürür də prakat. İstəməyəni götürmür. Məcbur eləmir də heç kəsə. Hər nəysə. Sözüm onda yox. Biz axşam nəysə, biz çimdik gəldik. Paltarların hamısını götürmüşük. Quruyanlar quruyub, gətirmişəm ütüləmə məsələsi. Hava isti. Paltar ütüləmək, təsəvvür ki, bir də bədəndən tər gedir. Paltarları ütülədim. Tüm su axdı da, belə tər su, özünüz bilirsiniz xanımlar. Yəni bacılar, bilirsiniz ki, zaten paltar ütüləyəndə acı ütünün buxar dəydi, tər gedirsən. Qışın günündə insana istilik gəlir. Qaldı ki, yayda. Nəysə, indi burada durub danışıram, işte görə bilərəm, sadəcə olaraq fikrimi çatdıra bilməyəcəm. Hər nəysə, canlarım, gözlərim, başımıza daha nələr gələcək. Saat 3'ə qalmışa qədər, ütü bitəndən sonra havada külək qalxdı. Dedim, bunu bayaqdan qalxardım, qurban Allaha, əstağfurullah, Allahla şey eləmirəm. Yəni, əstağfurullah deyim. Yəni, bayaqdan əsərdim də, mən paltar ütülüyürəm. 3'ə qalmışdan sonra hava küləklədi. Nəsə, ona da ehtiyac yox idi. Getdim, nəsə bir quruşqa belə yalandan su axıtdım ki, bədənimin təri geçsin də. Gəldim, uşaqlığın sumkasını falan hər şey yığdım. Sizinlə bunu paylaşmışam ya da paylaşacağım. Çünki hələ ki mən videoyu belə deyim, sizinlə danışıram, sonra montajlayacağım deyə. Nəysə, səhər durduq, giyindik, keçindik, bəzəndik, düzəndik. Hazırlaşdıqdan sonra deməli biz Zeynəbin bir kankisi var, Tontiş. Yəni onlarla gedəcəkdik. Onlarla getməli idi. Sonra bir digər sinif yoldaşı elə bir ki Zəmirə xanımın oğlu Yağmurla oxuyur, qızı Zeynəblə oxuyur da. Dedi ki, getmək heç ara. Biz gəlib səni götürür, mən gəlib səni götürəcəm də. Mən dedim ki, bəs mən buradayam, paltarları şey edirəm. Dedim, bəs mən başqa bir valideynə söz vermişəm. Və sözün üstündə də durmağı xoşlayanam da. Yəni, maşınınıza yerləşəcəksə, üçümüz gedək. O da dedi ki, bəs şeydir, corabları qoyuram. O da dedi ki, bitər yerləşərik. Uşaqları qucağa alarıq,
alarsınız arxadan da. Hə, yerləşərik, bir şey eləyərik. Dedim, hə, okey, yaxşı. Sonra mən digər valideynlə danışdım. Yəni tontişin maması ilə da. Dedim ki, bəs belə-belə. Hə, o da dedi ki, sən narahat olma. Mən də buradan bir valideyn var, elə mənə yazırdı. Ondan gedərəm. Dedim, hə, lap yaxşı. Əgər sən də tək qalmayasansa, hə, okey. Yəni maşında oturmaq olar da yerləşə bilərik. Mən heç kəsi yarı yolda qoya bilmirəm də. Özümə olsa dedim, əgər yəni mən səni tək qoymayacağam da zaten Aynurə bacıya deyirəm. Dedim səni tək qoymayacağam. Если что, əgər sən ora deyirsənsə yerləşmirik, mən onu atqaz edəcəm, amma sənlə gedəcəm. Məndə bir xasiyyət var. Heç kəsi yarı yolda qoyan deyiləm. Nə də getdiyim insanı gözləmədən çıxan deyiləm də. Yəni o insanı da gözləyərəm ki, o da mənlə bərabər çıxsın. Yəni deməsin ki, düşüncə olmasın ki, məsələn mən şəxsən özümü dəfələrlə mağazaya getmişik qadınlarla baxıram görürəm ki, hamısı başalıb çıxıb gedib, heç mənə gözləyən olmayıb da bəzi dırnaq arası olanlardan. Amma mən elə bir xasiyyətim yoxdur. Mütləq şəkildə həmin adamı gözləyən insanam da. Nəysə, bunu da işimizi həll elədik, sağ olsun o da. Dedi ki, elə mən də yan qonşumla gedərəm. O da sinif yoldaşıdır da. Zeynəblə eyni sinif yoldaşıdırlar. Çünki yan-yana qonşulardır da çoxsu. Dedim, hə, o da dedi, adam tapmayıb özünə. Elə biz bir yerdə buradan qoşularıq. Siz də oradan, o da sizlə birləşib gedərsiniz. Dedim, okey. Nəysə, bu işimizi də həll elədik. Getdik ora, inanırsınız o qədər gözəl keçdi. Çox möhtəşəm. Həddən artıq möhtəşəm keçdi ya. Gəldim kuxnaya. Hə, yəni çox qəşəng keçdi başladı. Vallahi birinci növbədə, ilk növbədə, yəni birinci təşəkkür Cəmilə xanıma düşür. Komitəmiz Cəmilə xanıma düşür və buradan Cəmilə xanım sizə dərin bir təşəkkürümü bildirirəm. Yəni özümə borc bildiyim. Düzdür, zaten bilirsən ki, sənə olan düşüncəm, yəni sənə olan aşkım zaten bəllidir. Amma yenə də buradan Cəmilə xanıma təşəkkür edirəm. Yəni belə deyim də, bütün tədbirin ağırlığını öz üzərinə götürdü. Nə olsun ki, komitədə, hər komitə görmüşük ətrafda dördlərin komitələrinin nə oyun çıxartdıqlarını, yarı yolda qoyduqlarını və yaxud da ki, belə komitələr necə valideynlərin pulundan kef eləyənləri görmüşük. Bizim Cəmilə xanım, yəni bizim komitə tamam başqa bir Cəmilə xaladır. Qız Zeynəbin demiş ki, o tamamen başqa bir Cəmilə xaladır. Həqiqətən də buradan təşəkkür edirəm Cəmilə sənə. Allah sənə sağlam ömür versin. Allah sənin ailənə xeyir, ruzu, bərəkət qismət etsin. O balalarının canını sağ eləsin. Allah yoldaşının canını sağ eləsin. Və evinə həmişə belə neşə, sevinc, əhval-ruhiyyəli belə evin olsun, o qapında həmişə xeyir iş olsun, dərd bəla görməyəsən canım gözüm. Buradan səni öpürəm, aşkım, bir tanəm. Yəni, necə deyək, düz o dilləri həm bu, necə deyək, necə izah edeyim sizə, didişməsək, bərkişməlik məsəli. Yəni, hər şeyi o qədər səbirlə yanaşdı. Axırda o qədər bəzən taza satırdı. O da haqqını eləyirdi. Heç bir uşağın, inanırsınız, əgər siz də komitəsizsə, yəni əziz izləyicilər, xanımlar, əgər siz də komitəsizsə, çalışın, heç kəsin haqqına girməyin. Nə də heç kəsin haqqını daftalamağı qoymayın. O qədər gözəl xasiyyəti var. Yəni, mən onun ən böyük müsbətlərindən ən birincisini deyə bilərəm ki, heç bir uşağın haqqını yedirtməzdi kiməsə. Nə, məsəl üçün, mənim uşağımı onun uşağını yedirtməzdi, nə də onun uşağını mənim uşağıma yedirtməzdi. Mən onu elə insanları daha çox sevirəm. Hər şeyin çıxışına gedirdi, yəni çıxımına deyirlər, nə deyirlər. Yəni bahasına getmirdi də, yəni bu tutalım, eyni şey, məsəl gətirirəm, pankart deyək. Pankartlar burada, misal gətirirəm, 1 manat 10 qəpikdirsə, məsəl gətirirəm, 2 manatdırsa, gelib 3 manatlıqdan eləməzdi. Çünki həmin şeydir, həmin kompüter həmin şey yazır, çıxarış həmin şeydir, kağız həmin şeydir, yəni fərq eləmir. Yəni ona görə hər şeyin çıxımına gedən qızdır. Yəni o qədər gözəl, o qədər razıyıq da o komitədə. İlk gündən Cəmilə, mən sənə bizim ilk iclasımızdan, Emiliya müəllimənin iclasından ilkdən sənə dedim ki, komitəlik sənlikdir. Çünki hiss elədim onu, duydum, mənim bir 6-cı hissim var ki, o məni heç vaxt yanıltmır. Kiminsə haqqında nə düşünürəmsə, sonunda onsuz o çıxır. Həqiqətən də Cəmilə, bax, mən sənin haqqında nə düşünmüşdümsə, indi də mən o fikirlə də razıyam və sözümün üstündəyim. Sən həqiqətən də çox gözəl insansan, gözəl komitəsən, təkcə valideynləri yox, hətta uşaqları belə düşünürsən, heç bir uşağın haqqına girməyə icazə vermədi. Buna görə də səni çoxlu öpürəm. Allah səndən razı olsun.
olsun, təşəkkür edirəm. Axırda möhtəşəm bir belə deyək, görüntü ortaya çıxdı. Çox gözəl, çox sevdim. Və bir şey də deyim sizə. Bizim rəqs etdirən xalamız var, Nargilə xalamız. Buna və Nargilə xala ya Allah yazıq eləməsin. O qədər çətinliklə rəqslər elətdirmişdi. Telefon səsi ilə belə tuturdu uşaqlara ki, uşaqlar bitər nəsə eşitsinlər, ritmi duysunlar, bilsinlər, öyrənsinlər deyə. O qədər çətinliklərdə öyrətdi o uşaqları. Sıxası, ay filan kəs gördü, ay bəs mən kəs gördü, ay belədir, ay söz al, ay böz olar. İnanırsınız ortaya o qədər möhtəşəm bir rəqslər çıxartdı ki, dəhşətin. Emiliya müəllimə ilk müəllimləridir. Yəni 5 yaşından məktəbə qədərdən Emiliya müəllimə onların əlindən tutub A hərfini, bir rəqəmini öyrədən müəllimədir. Düzdür, mənim yəni uşaqlarım, qızlarım məktəbə gedən zamanda hərfləri də, rəqəmləri də, əlifbanı da çox gözəl bilirdilər. Hətta başqa bir ingilis dili olsun, digər dillər olsun. Yəni çox şükür onları bilirdilər. Amma buna baxmayaraq Emiliya müəllimə o qədər uşaqları özlərini sevdirib ki, yəni şəxsən öz qızımdan nəzərdə tuturam. Yəni qızım, yəni necə deyim, ona belə başqa bir gözlə belə əl çatmaz bir dağ kimi görürdü. Yəni o qədər çox sevirdi onu da. Hətta yəni nə alsam da anam bu müəlliməyə ala deyirəm, ay qızım, müəlliməyə hər dəfə belə bir şey alır. Göndərmək olma ayıbdır da. Yəni Vulkan müəlliməyə necə verə bilərik? Və yaxud da ki falan şey. İnanırsınız qız, yəni Zeynəb, yəni həddən artıq çox sevir. Yəni bu sevgi də müəllimənin özünün yaratdığı sevgidir. Yəni tutalım, məsəl üçün mən sizə xoş üz göstərməsəm, həmişə belə dayansam, məsələn çox üzr istəyirəm, zəhərləsəm sizi danlasam, sizi və yaxud da ki sizə hörmətsizlik eləsəm, təbii ki siz də məni sevməyəcəksiniz. Amma çox şükür ki izləyicilərim, daimi izləyicilərim var ki, yəni bizə görə, mənə görə, ailəmə görə baxırlar. Yəni biz onlara o hörməti veririk ki, o mehribançılığı, o ünsiyyəti, o emosiyanı ötürə bilirik ki, bu da nə xoş bizə və bizə baxırlar deyə. Yəni biz bunu veririk və hətta Emiliya müəllimə də o qədər gözəl sevgi verir. Yəni tam müəllimə kimi də, yəni müəlliməliyi öz yerində, savadı öz yerində, təbii ki ötürücülüyü çox qəşəngdir. İnanırsınız uşaqları orada analıq eləyib, xalalıq eləyib, bibilik eləyib, nənəlik eləyib. Yəni hər bir sevgini verib uşaqlara məktəbdə. Yəni bir dərdi səri olsa qaçırlar Emiliya müəllimə üstünə, birinin yuqqası açılsa qaçırlar müəllimə üstünə, saç açılsa qaçırlar müəllimə üstünə. O qədər gözəl xasiyyəti var. Buradan Emiliya müəlliməyə təşəkkür edirəm. 5 il ərzində bizim uşaqlarımızın nazını, nemətini çəkdiyiniz üçün və kaprizlərini ən əsası da çəkdiyiniz üçün buna görə təşəkkür edirəm. Bir də kapriz demişkən Cəmiləyə ayrıca bir təşəkkür də edim burada ki, biz valideynlərin kaprizlərini çəkib yola verdiyin üçün də təşəkkür edirəm və Allah Emiliya müəllimənin də canını sağ eləsin ki, həqiqətən də bizə belə savadlı müəllimələr çox lazımdır, çox ehtiyacımız var. Yəni savadı ilə ölçülməz bir müəllimədir. O qədər gözəl savadı var ki, o qədər gözəl aşıb daşır, ötürür də. Sağ olsun, var olsun. Buradan da maç quç Emiliya müəlliməyə inşallah növbəti digər şagirdlərinizlə xoş günlər, gözəl günlər, savadlı günlər nəsib edirəm sizə. Allah ailənizə sağlam ömür versin, ruzu bərəkətli ömrünüz olsun.